Lerik polisi bir-birinə girib. Orada bütün rayon əhalisinin danışdığı bir söhbət var. Deməli, 2023-cü ilin sentyabrında Lerikə polis rəisi təyin edilən Ramil Mustafayev özü ilə bir də yol polisinin rəisi vəzifəsinə bir kadr gətirib. Bu, mayor rütbəli Razi Hüseynov adlı bir şəxsdir. Yəni, adamın yaxın dostu və ya hansısa dərəcədə ərk etdiyi bir şəxs kimi özü ilə birlikdə işləməyə dəvət edib, o da dəvəti sevinə-sevinə qəbul edib və gəlib. Polis rəisi yol polisinin bu yeni rəisinə deyib ki, bir kirayə ev tut, orada qal, amma bir xahiş da edib ki, hələlik mənim sürücüm də səninlə birlikdə qalsın, sonra özüm ona bir yer tapacam. Razılaşıblar və rəisin sürücüsü yol polisinin rəisi mayor Razi Hüseynovla birlikdə Lerik şəhərində Şəhid Malik Baxışov küçəsi 3 ünvanında bir ev kirayə edərək orada yaşamağa başlayıblar. Yol polisinin rəisi müxtəlif məclislərdə ürək qızdırdığı adamlara pıçıldayıb ki, o polis rəisinin dostu, qohumu deyil, belə tanışlıqları olub, bu rayona gəlmək üçün də ona 100.000 manat pul verib. Bu söhbət lap əvvəllərdən rəisin qulağına çatıbsa da əhəmiyyət verməyib. 2 ay bundan əvvəl sürücü deyib ki, tamam, mən özümə başqa bir yer tapdım və buradan çıxıram. Çıxıb gedir, tapdığı başqa yerdə yaşamağa, amma sürücü getməzdən əvvəl həmin bu ünvandakı evin içində bir neçə yerdə video müşahidə kameraları quraşdırıb. 10-15 gün bundan əvvəl ev sahibəsi zühur edib və yol polisinin rəisinə deyib ki, onun yaşadığı bu evdə müşahidə kameraları quraşdırılıb və kamera görüntüləri də onun əlində var. Ya 50.000 manat, ya da çıx rayondan get. Polis rəisi də yol polisinin rəisini çağırıb deyib ki, ya qadının 50.000 manatını ver, ya da işdən çıx və Lerikdən get. Mayor Razi Hüseynov hələ ki bir qərara gələ bilmir, buna görə də daşınıb Lerik ərazisindəki Dağ çayı deyilən və kottejlərdən ibarət olan bir istirahət mərkəzinə orada yaşayır. Oraya köçəndən sonra ona məxsus olan əşyaların çoxu yaşadığı evdə qalıb. Ev sahibəsi bu əşyaları töküb küçəyə ki, gəl zibillərinə yiyə dur və bunları buradan apar. Həmin əşyalar da bir neçə gün küçədə qaldıqdan sonra mayor bir yer taparaq onları yol polisi işçilərinin yardımı ilə oradan daşıyıb. İndi durum belə müəmmalıdır. Lerikdə bu olayı bilməyən yoxdur. Hamı da belə danışır ki, bu ssenarini elə polis rəisi özü düzüb qoşub ki, mayor Razi Hüseynovun orada-burada danışdığı 100.000 manat söhbətinin qisasını alsın.